qeyd edirəm. Eyni zamanda Çempionlar Liqasının play-off mərhələsinə çıxanda bizim Premier Liqadakı klubların əksəriyyəti Qarabağ təbriklədi. Sözsüz ki, sizin qələbənizdən onların da büdcəsi qazanır. Amma bəzi klublar var idi ki, təbriklərinizdən özlərini saxladılar. Bu sizi üzmür ki? Yox, inan ki, belə maraqlanmamışam da. Amma normal bir şeydir. Yəni, dünya praktikasında məncə belə bir şey var. Bəzi klublar təbrik eləmirlər. Amma büdcə də gəldi. Yəni, sevindik ona da ki, digər klublara da hansısa bir vəsait ayrıldı. Amma yəni, o hamısı dostlarımızdır, hamısı bizim özümüzünkilərdir. Belə hər klubun, ümumiyyətcə hər komandanın, hər rəhbərin öz belə sistemi var, öz strukturu var. Ona görə belə bir negativ düşüncələrim heç yoxdur yəni. Onlar bir suallar. Oyunun 63-cü dəqiqəsində siz böyük ekranlara gətirdilər sizin kadrı. Çox məyus, belə kədərli formada deyəsən 3 gol artıq vurulmuşdu. Adətən məğlubiyyətlər zamanı siz futbolçularınızı motivasiya edirsiniz, təsəlli verirsiniz. Amma bu məğlubiyyətlərdən həm də siz də qədərlənirsiniz. Belə hallarda sizə kim təsəlli edir? Mən elə 90 dəqiqə baxsan elə məyus kimi görünürəm həmişə. Həm belə yəni belə deyək də, istər-istəməz doğrudan şükürlü olsun Allaha, həm özüm üçün, həm klubumuz üçün, həm Azərbaycan futbolu üçün həqiqətən bizim play-off mərhələsinə çıxmağımız bu böyük bir uğurdur. Yəni, həqiqətən yəni belə ümumi futbol bizim nəticələrimizə baxsan, doğrudan belə çox 10 xal topladıq və çox sevinməliyik, amma hamımız məyus gəlirik. İstər-istəməz üzərimizə gəlirlər yenə, istər-istəməz azarkeşlər fərqli yanaşırlar, fərqli baxırlar. Onda istər-istəməz haradasa biraz təsir edir, biraz o məyusluq, biraz nə bilim, olur da insanın hər birimizin həyatda hansısa bir problemləri olur, biraz o məyusluq gəlir üzərinə. Yəni, biraz onlar olur, amma mən elə doğrudan baxsan, elə 90 dəqiqə sanki belə, bəzən emosiyalarımı göstərirəm belə. Amma ümumi belə, yəni, normal, yəni, futbol elə bir oyundur ki, bir oyun, belə deyək, qəhrəman olursan, o bir oyun tam əksi. Amma ümumi baxsaq biz, bugün futbol elə bir həddə gəlib çatıb ki, yəni elə İngiltərə Premier Liqasını götürək, yəni hər oyunda 4-5 gol, yəni istənilən komandaya yəni bu hesabdan qalib gələ bilirlər. Yəni hər tur baxsaq belə bir hesab olacaq. Və də dünya futbolunda. Yəni bugün mən həmişə fikirlərini bildirirəm ki, bugün 4 gol, 5 gol sanki belə o əvvəlki 0-0-1-0-a bənzəyir. Yəni bugün futbol o qədər inkişaf edib ki, o qədər yəni biz özümüzü götürək məsələn, özümüz Çempionlar Liqasında xeyli sayda gol vurmuşuq. Yəni ümumi keçmişə qayıtsaq məsələn, bizim böyük oyunlarda, Avropa oyunlarında, arenalarında belə qollarımızın sayı çox az olurdu. Yəni futbol bugün onu tələb edir ki, istər-istəməz o keyfiyyət, o nəticə daha fərqli olur. Ona görə biz bunu başa düşürük hardasa, biz bunu qəbul edirik. Amma əvvəllər baxsan, il ərzində bəlkə də ümumi götürsən çempionatları 1-2 oyun belə böyük hesablı qalibiyyətlər olurdu. Amma indi elə bir hər tur belə hesablar var. Ona görə buna məncə mən tərəfdən təcrübələnmək istəmirəm buna. Amma istərdim ki, əlbəttə heç olmasa daha az qol buraxaq, daha keyfiyyət, daha çox qol burax rəqib qapısına. Amma hər bir halda o səviyyə fərqi var. Yəni onlar ustalardır, onlar il boyu o tempdə, o azarkeş baskısında, o tələblərdə oynayırlar və belə nəticələr də belə olur. Belə, bu qədər.